Çox hörmətli Azərbaycan xalqı, əziz ata-analar, əziz qardaş-bacılar, əziz həmvətənlər. Son zamanlar ölkəmizdə çox qorxulu bir proses gedir. Bu generallaşma prosesidir. Yəni güc strukturlarının deməli bir yerə toplanması, onların fiziki cəhətdən tam hazırlanması, onların yüksək səviyyədə bütün təminatlarla təmin edilməsi, mən nəzərdə tuturam həm onların yüksək əmək haqqı təminatının ödənilməsi, həm də ki, hazır döyüş vəziyyətinə gətirilmə vəziyyətinin yüksək səviyyədə təmin olunması. Bu da məni bir qara zabit kimi məcbur edir ki, sizi qabaqdan xəbərdarlıq edim. Bilin və agah olun. Gözünü qan örtmüş Dövlət Sərhəd Xidmətinin rəisi, general polkovnik Elçin Quliyev artıq hakimiyyət qarşısında çox böyük öhdəlik öz üzərinə götürülüb. Təbii ki, bunun öz üzərinə götürdüyü öhdəlik, əgər özünə lazım olsaydı, biz heç o məsələlərə qarışmazdıq. Bu adam öz üzərinə o öhdəliyi götürübdür ki, Azərbaycan xalqı ayağa qalxanda mən öz silahlı qüvvələrimlə xalqı əzəcəyəm, tapdalayacağım, onları məhv edəcəyəm. Ona görə də Elçin Quliyevə yaşıl işıq yandırılıb ki, bütün nə qədər qolu qüvvəli, ağıldan kəm insanlar var, hamısını toplasın Dövlət Sərhəd Xidmətinə, onlara general rütbəsi və digər ali rütbələr versin və onları hazırlasın, xalqın oyanış günündə xalqı yatırmaq üçün istifadə edilsin. Ona görə də ehtiyatlı olun. Bu Elçin Quliyevi tanıyan insanlar var. Bunu Rusiya-Azərbaycan sərhədindən tanıyan insanlar var. Bu Elçin Quliyev artıq azınlaşıb. İlham Əliyev, buradan sənə xəbərdarlıq edirik. Elçin Quliyevin ipini çəkiyik. Təbii ki, sənin göstərişin, sənin tapşırığın olmadan o bu işləri həyata keçirə bilməz. Amma o sənin göstərişin tapşırığının əsasında öz maraqlarını da çox yüksək səviyyədə təmin edir. Bütün qohum əqrabasını, məşuqələrinin həyat yoldaşlarına kimi gətirir, doldurur Dövlət Sərhəd Xidmətinə yüksək vəzifələrə. Ya bu adam haqqında tədbir gör, ya da qısa konkret deyirəm ki, mən özüm bu adama göstəriş vermişəm ki, Dövlət Sərhəd Xidməti silahlansın, generallansın. Çünki çox güclü generallaşma prosesi gedir. Xalq ayağa qalxanda xalqın başı əzilsin. Niyəsin deyil. Artıq polisin adı çox pis vəziyyətdə hallanır ölkədə. Azərbaycan xalqının demək olar ki, 99%-i başda Vilayət Eyvazov olmaqla bütün polislərə nifrət edirlər. Elə mən özüm də polislərə nifrət edirəm. Ona görə də burada alternativ yollar axtarırlar. Hökumət alternativ yolları görür 2 nəfərdə. Elçin Quliyev də adını qoyublar Dövlət Sərhəd Xidmətidir və Əli Nağıyev də. Adını qoyublar ki, Dövlət Təhlükəsizlik Xidmətidir. Həm də siz baxın, sonuncu dəfə İlham Əliyevin sərəncamı ilə birbaşa daxili qoşunlara verilən səlahiyyətlər, qanunlar parlamentdə artıq təsdiqlənibdir və Daxili İşlər Nazirliyinin tərkibindən daxili qoşunların çıxarılaraq, yəni tabiçilik nöqteyi nəzərindən prezidentə, ali baş komandana tabi elətdirilməsi artıq ondan xəbər verir ki, ölkədə hansısa çox ciddi formada xoşagəlməz hadisələr planlaşdırılır. Təbii ki, bu hadisələrin də hamısı ona hesablanır ki, Azərbaycan xalqı ilk günündə yaşayır, çox pis vəziyyətdə yaşayır. Ona görə də bunlar qabaqdan ehtiyat tədbirləri görürlər ki, xalq ayağa qalxanda Qəddafi demişkən, xalqın başını tarakan kimi əssinlər. Ancaq mən sizə deyirəm, bilin və əmin olun, bu bunların sonuncu şansıdır. Xalq yenə də qalib gələcək. Təbii ki, xalqın nümayəndələrindən biri də mənəm, sizin qara zabit. Xalqın qabağında dayanacaq heç bir güc yoxdur. Olmayıb və olmayacaq da. Sadəcə olaraq sizə qabaqdan məlumat verirəm ki, əvvəllər olduğu kimi özünüzü yuxuluğa vurmayın. Diqqətli olun, ayıq sayıq olun. Hər bir xalqın öz müqəddəratını təyin etmə hüququ var. Bunların o artıq sevgi dəftərinə çevirdikləri Azərbaycan Respublikası Konstitusiyası artıq çoxdan işləmir. Belə bir konstitusiya yoxdur. Bunların öz maraqlarını təmin edən bir, belə deyək, bizim dillə kitabçadır. O da əslinə qalanda sevgi məhəbbət kitabçasıdır, konstitusiya yoxdur. Bunlar orada göstəriblər konstitusiyanın 1-ci maddəsini ki, hakimiyyətin mənbəyi xalqdır. Xeyr, hakimiyyətin mənbəyi sadəcə olaraq polisdir, Azərbaycan polisidir. Bunlar xalqı çoxdan unudublar. Ona görə də ehtiyatlı olun, istənilən vaxtı ayıq sayıq olun, yəni öz təhlükəsizliyinizi qoruyun. Ona görə də mən sizin hamınızı dinc, demokratik yolla öz etirazlarınızı bildirməyə çağırıram. Çünki sizin haqqınızdır yaxşı yaşamaq. Niyə məsələn Rövnəq Abdullayevlərin və digərlərinin 100 milyardları olmalıdır? Amma siz aclıqdan əziyyət çəkməlisiniz. Sizin uşaqlarınız, nəvələriniz aclıqdan əziyyət çəkməlidir. Gəlin əllə verək, birləşək, dinc yolla, demokratik yolla bu hakimiyyəti arxivin zibilliyinə göndərək. Sizin qara zabit, həmişə sizinləyəm. Bizim hamımızın ixtiyarımız var ki, konkret olaraq demokratik seçkiləri tələb etməyə. Artıq seçkilər Azərbaycanda yoxdur.
seçkinin adı var. Çoxdan dəfn olunub. Ona görə də birlikdə sülh yolundan, demokratik yolundan öz səsimizi qaldıraq. Bir yerdə olaq. Bir yerdə olsaq biz qalibik. Biz qalib olacağıq. Ona görə də əllə verək, öz etirazımızı bildirək. Susmayaq. Sağ olun, var olun. Sizin qara zabit.